Uşaqlar, bizim bugünkü dərsimiz canlılarda baş verən fotoperiodizm dəyişiklikləridir. Mən bir də bunu video şəklində sizə çəkib göndərməyi fikirləşirəm ki, daha yaxşı öyrənəsiniz. Deməli, canlılarda baş verən mövsüm dəyişiklikləri və fotoperiodizm. Bilirsiniz ki, əziz şagirdlər, deməli, ilin 4 fəsli müxtəlifdir və bu müxtəliflik də özünü müxtəlif coğrafi məkanlarda, müxtəlif formada nümayiş elətdirir. Məsələn, deyək ki, bizim ölkəmizin ərazisi 86,6 min kvadrat kilometr ərazinin hər bir bölgəsində, hər bir rayonunda, hər bir kəndində, deyək, hər bir yerində fərqli-fərqli fəsil dəyişiklikləri özünü göstərir. Məsələn, deyək ki, ucar ərazisində qış daha mülayim keçir. Məsələn, deyək, Qusarda daha sərt keçir, Kəlbəcərdə daha sərt keçir və s. və ilaxır. Biz bu barədə misallar gətirə bilərik. Uşaqlar, kəskin mövsüm dəyişkənliyi zamanı canlılar davranışlarında və fizioloji proseslərində müəyyən dəyişikliklər müşahidə olunur. Məsələn, deyək ki, temperatur artdıqca, günün uzunluğu artdıqca canlılarda fizioloji proseslər sürətlənir. Məsələn, temperatur azalır, günün uzunluğu qısaldıqca fizioloji proseslər də zəifləyir. Mən hazırda sizə nümayiş elətdirdiyim bu təbiət dərsi nümayiş elədiyim bu təbiət, kiçik bir təbiət qoynunda isə siz görürsünüz payız fəslini izləyirsiniz. Yəni, payızda baş verən hadisələri görürsünüz. Təbii ki, fəslə uyğun olaraq. Payızda nə olur? Meyvələr yetişir. Deyək ki, xəzan baş verir. Hazırda görürsünüz, xəzan baş verməkdədir. İtburunun da yarpağı tökülmək üzrədir. Yavaş-yavaş hiss olunur. Cücülərin sayı azalır. Qış tumurcuqları yaranır. Meyvə və toxumlar yetişir. Siz burada itburnunda toxumunun yetişdiyini görürsünüz. Və köçəri quşlar da çıxıb gedirlər. Və s. və ilaxır, bu barədə misallar çoxdur. Bitkilərdə qışa hazırlıq və qışlama. Bilirsiniz, uşaqlar, bu dövrdə bitkilərdə suyun miqdarı azalır. Yəni, baxmayın ki, hazırda yağış yağır, amma ümumiyyətlə bitkilərdə suyun miqdarı azalır. Suyun da miqdarı azalanda nə olur? Şəkərin miqdarı çoxalır. Və bu da bitkilərin donmasının qarşısını alır. Maddələr mübadiləsi çox aşağı düşür. Bu zaman bitkilərdə toplanmış yağlardan və karbohidratlardan bitki istifadə edir. Bilirsiniz, bu barədə də daha dəqiq öyrənin. Və ehtiyat qida maddələri, uşaqlar, birillik bitkilərin meyvə və toxumlarında çoxalır. Çoxillik ot bitkilərində isə kök yumsovda, gövdə yumrusunda, soğanaqlarda toplanır. Uşaqlar, ümumiyyətlə, bu səbəbdən də birillik ot bitkiləri toxum, ikilik ot bitkiləri, deməli, birinci il əsasən meyvə köklərdə, daha sonra çoxillik ot və kollarda isə digər, deyək ki, özlərinə məxsus vegetativ və generativ orqanlarda yenilər, o formada qışlayırlar. Gəlin görək, soyuqqanlı heyvanlarda qışa hazırlıq və qışlama necə?